Bir nəfər gəldi İmam-ı Səccad əleyhissalama Mədiniyə qaydanda, Mədinənin girişindəki Mədinə əhli çıxdılar karvanı qarşılamağa. Sual verdi, mən el qalib. Kim oldu qalib? Başqası idi o adam. Bu dil yarası varmaq istəyirdi. Zehnimdə düz qalsa Məhəmməd ibn Təlhə olubdu bu. Həzrət ona demədi biz olduq ya yox. Ona başqa cavab verdi. Həzrət ona belə buyurdu. Dərhal demədi ki biz qalib olduq. Həzrət ona buyurdu ki əzan namaz vaxtı olanda əzan iqamə oxu, onda biləcəksən kim qalib olubdu. Əzan iqamə dinin şüarıdır da. Muaviyə istəyirdi əzanı, iqaməni, Peyğəmbərin adın əzanda məhv eləyə. Açıq-aşkar deyirdilər onu. Ha? Kim qalib oldu? Həzrət demir biz. Deyir namaz vaxtı olsun, əzan, iqamə denən, onda biləcəksən kim qalib olubdu. Bizim inqilabımız, bizim hərəkatımız, Kərbəla inqilabı bu əzanı, iqaməni, dini, Peyğəmbərin adın, namazı qorumaq üçündür. Əgər əzan, iqamədə sən əşhədü ənnə Muhammedən Rasulullah desin, Allahümmə salli alə Muhammed və ali Muhammed, onda biləcəksən ki, qalib kimdir? Çünki biz əzanı, namazı qorumaq üçün inqilab eləmişdik, hədəfimizə yetişmişik, deməli qalib. Qarşı tərəf əzanı məhv eləmək üçün, Peyğəmbərin adını məhv eləmək üçün, şəriəti, dəyərləri məhv etmək üçün qiyam eləmişdi. Onu məhv eləyə bilməyibdi.